Bizi bura toplayan Hüseyin ibn Əlinin məhəbbətidir. Hüseyin ibn Əlinin o eşqidir. Bu gecənin bu vaxtında 10 gün sərasər müxtəlif yerlərdən bizim aramızda olanlar var. Adi vaxtlarda işdən gələndə yorulardın, narahat olardın. Amma işdə olanda ürəyin çırpınır ki, işimi elə tez bitirim, gedim Ağam Hüseynin məclisində oturum. Əgər bu haldasansa bil ki, İmam Hüseynin o eşqi sənin qəlbə, ruhuna hopub, sənin o qəlbin onu ilə döyünür. Ya Hüseyin, vird eləyib adıvı hər an demişəm, eşidən vaxtda mübarək adıva can demişəm. Nə zaman ağamın adı gəlib, demişəm, ağa, canım sənə qurban olsun. Hətta böyük insanlar ruhlarını fəda edib, baladan keçmək çətindir, amma Zeynəb-i Ülya kimi o əhvalatların eşidibsiniz. Bu aralarda da işarətlər oldu. 2 balasın belə qurban verdi İmam Hüseynin yolunda. Ya Hüseyin, vird eləyib adıvı hər an demişəm, eşidən vaxtda mübarək adıva can demişəm. Çoxları sinni keçəndən sonra gəlmiş qapıva sin yaş. Mən vəli canı fəda adıva çoxdan demişəm. Bir kəsə sirrimi bu dəhridə bildirməmişəm, ağacan. Ya Hüseyin, indi burada hərənin qəlbində bir dərdi var, bir sözü var. Bəzən görürsən ki, insanın elə dərdi olur, heç ata ona da bölüşə bilmirsən, anaya da deyə bilmirsən, ailəyə də deyə bilmirsən. Bəzən dost tapıb dosta da deyə bilmirsən, xanım öz rəfiqəsinə də deyə bilmir. Bilirsən niyə? Çünki tərəfin tutumu odur, zərfiyyəti odur. Əmirül-Müminin Əli ibn Əbi Talib ağa niyə ürək sözünü quyuya deyərdi? Kumeyli ibn Ziyad Nəxəi imamın o sözlərini quyuya deyəndə, danışanda qələmə alıb, yazıb. Ürəyin çox dolanda get dəniz kənarına, bəzən daşla, ağacla danış. Amma bəzən insanın tutumu odur. Sən onunla ürəyi açasan, dərd dil eləyəsən.